Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA 11 liqası Xan sabah görüşünü sizlərə təqdim edirik. A qrupunun 11-ci turunun görüşüdür. İnanmaq istərdik ki, bugün hər iki komanda ifasında gözəl futbol izləyəcəyik. Yusuf Abdullayevdən isə yüksək, böyük performans gözləyirik bugünkü qarşılaşmada. Eyni zamanda sabah futbolçularından da. Komandaların heyətlərini isə təqdim edirəm. İlk növbədə bizlərə qonaq komanda sabah göstərilib. Qapıda 1 Mehdi Camalzadə, 2 Ruhid Hüseynli, 4 Mehdi Qocayev, 8 Yusif Hacıbala, 9 Mironur Əlli, 15 Ömər Məmmədxanov, 17 Rəsul Yaqubov, 99 digər qapısı, indi qapı istiqamətində o qədər də təhlükə olmayan zərbə gəlir. Nihat Əlizadə 14, Mikail Əliyev 45, Həsən Teymurov 10, İmran Hacalov 7, Muhammed Haqverdiyev 5, Yusif Bədirov 21, Mehbalı Qəhrəmanlı. Komandanın baş məşqçisi Məhərrəm Müslümzadədir. Bu sabah komandanın bugünkü oyundakı oyuncuların siyasi indi isə Xanda. Qapıda 1 nömrə Tuncay Şükürlü, 5 Naib Məmmədzadə, 4 Süleyman Kərəmtərli, 6 Emil Bilalov, 8 Nihat Əli, 10 Kapitan Yusuf Abdullayev, 19 Ömər Sultanzadə, 12 digər qapçı Yusuf Qurbanlı, 2 Sadiq Dadaşzadə, 9 Əşrəf Əliyev, 11 Ayxan Zülfüqarzadə, 15 Ömər Abbaslı, 16 Allah verən İbrahimli, 17 Kamran Quliyev, baş məşqçi Rəhman yanından keçir. Ruhidin təhlükəli zərbəsidir. Ümumiyyətlə bu futbolçu uzaqdan zərbə vurmağı çox xoşlayan bir oyuncudur. Qapıya daha bir zərbə. Geriyə Mehdi. Elə adaşı Mehdi istiqamətini ötürmək. İndi sabah futbolçuları Ömərlə təhlükəli hücum qurmağa. Qapıya zərbə qapçı Tuncay komandasını qoldan xilas edir. Sabah Emil Yusiflə oynayır. Yenidən Emil içəriyə doğru tümə topa yox, toxunmaq mümkün olur. Ömər bu epizodda bəli topun meydandan çıxmasına imkan vermir. Daha bir içəriyə əllə oyun topu Yusif ilə nəmişdi. Təhlükəli nöqtədən hakim cəlmə zərbəsi təyin edir. Yusif Abdullayev komandanın kapitanı, artıq onun topu qayda pozuntusu baş verən nöqtəyə qoymağından bilinir ki, birbaşa qapı istiqamətinə zərbə indirəcək. 3 nəfər var canlı səthdə. Hər zaman kimi Yusifin zərbələri təhlükəli olan hakimdən işarə gəlir. Yusuf topa yaxınlaşır, zərbə və qol. Top qapıda Yusif Abdullayev komandanın kapitanı qol vurur. 10 nömrəli futbolçu. Ötən həftə Neftçi ilə oyunda da parlaq çıxışı ilə yətdə qalmışdı. Bugün də görüşün 7-ci dəqiqəsində Sabahın qapısına qol vurur. Ötən həftə Neftçi də oyunda, bu dəfə isə Sabahla oyunda gözəl qolla yətdə qalır. Sabah mərkəzdən topu oyuna daxil edir. Xan komandası oyuna çox yaxşı başladı. İnanmaq istərik ki, bundan sonraki dəqiqələrdə hər iki komanda gözəl oyunla bizləri sevindirəcək. İləriyə doğru ötürmən Yusif, amma qapıcı Mehdi Camalzadə ondan əvvəl topa çatır. Adaşı ilə oynayır. Qocayev İləriyə uzun ötürmə Ömər Məmmədxanov istiqamətini Ömər ötürdü. Mironur qapıcı riskə getmir, Tuncay topu uzaqlaşdırır. Gün zərbəsi ilə Sabah oyunculara topu oyuna daxil etməlidir. Ömər Məmmədxanov gün zərbəsi ilə başlamalıdır. Artıq Xan futbolçuları geriyə çəkiliblər. Ömərdən geri ötürmə. Ruhid qapıya zərbə və hesab bərabərləşir. Ruhiddən fantastika. Məsələ oyunun əvvəlində bunu qeyd etmişdim ki, Ruhid uzaq məsafədən qapıya zərbə indirməyə çox xoşdur. Bu dəfə də uğurlu alınır. Ötən həftə də cəlmə zərbəsindən mükəmməl zərbə ilə yətdə qalmışdı. Hesab bərabərləşir. Yusufun qolundan heç bir dəqiqə keçmədi ki, Sabah bərabərlik qolunu vurur. Qapçı top əlindən buraxır. Mironur. Zərbə Ömərin zərbəsi idi. O topu qapının yanından vurur. Tuncay başlayır. Naib ilə oynayır. Sabah qarşıladı.
Mikail. Yusif. Xan komandası sürətli əks qurmaq imkanı qazanıb. Qapı istiqamətindən zərbə, Nihatın zərbəsi idi. Təhlükəli alınır. Xanın 8 nömrəli oyuncusu. Naib outdan top oyuna daxil edəcək. İrəli oynayır Yusiflə. Yusifə qarşı rəqibin 2 oyuncusu mübarizə aparır və hakim qaydanın pozulduğunu bildirir. Hakimi sizin diqqətinə çatdırım. Oyun sürətli başladı və bunu qeyd edə bilmədim. Allah şükür, Allah yaravdı bugünkü görüşü. İdarə edən gənc hakimlərimizdən biridir. Ona da hakimlik karyerasında uğurlar arzu edirik. Daha bir təhlükəli cərimə zərbəsi. Bu dəfə də Xan, bu dəfə də Yusif Abdullayev komandanın kapitan hakimindən işarə gözləyirik. Yusif Abdullayev çox diqqətlidir. Qapıya zərbə vurmaq olar. Yusifdən qapıya zərbə, daha bir gözəl. Yox, top qapıdan keçmir. Top qapı dirəyən deyərək oyuna qayıdır hörmətli tamaşaçılar. Çox gözəl bir qolla yadda qalacaqdır. Yusif təkrarı izləyirik. Bu top qapıdan keçsəydi ayın 10 ən gözəl qollarından bəlkə də birincisi ola bilərdi. Bəxti gətirmədi Yusifin və qapçıların dostu qapçının köməyinə çatır bu epizodda. Sabah futbolçuları Yusif geri oynayır. Sabah hücum qurmağa çalışır. Qapıya daha bir zərbə, Sabah hesabda önə çıxır. Muhammedin qolu. Muhammed Haqverdiyev. Sabahı hesabda önə çıxarır. Mikailin ötürməsini də qeyd etmək lazımdır. Və çox səliqəli bir şəkildə ötürməkdir. Gözəl ötürmə məsələ qolun yarısız deyiblər. Və burada Xan oyuncularından heç kim yox idi. Sabah indi təhlükəli hücum qurmaq imkanı qalır. Həsən qapçı özü. Həsəndən qapıya zərbə, qapçı Tuncay'dan əla reaksiya. Topun qarşısını kəsir. Güncən zərbə ilə Sabah futbolçuları hücumunu davam etdirəcək. Həsən Teymurov az öncə qapıya təhlükəli zərbə indirmişdi. İndi də məsələ özü ikinci zərbəsini yerinə yetirəcək. Həsəndən içəriyə doğru başla qapıya zərbə. Muhammed növbəti dəfə topu qapıdan keçirir. Özünün ikinci komandasının 3-cü qolunu vurur. Sabahın 7 nömrəsi. Bugün ən gözəl oyunlarından birini keçirir. Siz isə qolun təkrarını izləyirsiniz. Muhammedin gözəl zərbəsi hamından hündürə tullanaraq topu Xanın qapısından keçirir. Mikail. Muhammeddən zərbə. Bəli, daha bir gözəl qol vurula bilərdi. Və beləliklə ilk hissə başa çatır hörmətli. Futbol azarkeşləri qısa fasiləyə ayrılır. İmran. Bir də hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri Xan Sabah görüşünün ikinci hissəsi. Başladı, bir daha hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. İlk hissədə hər iki komanda gözəl oyunla yadda qalmışlar. Əvvəlcə Yusif hesabı açdı. Daha sonra Sabah futbolçuları Xanın qapısından 3 qol keçirdilər. Ruhidin qüvvətli zərbəsi çox gözəl alındı. Ardınca 2 qol Muhammed Haqverdiyev ifasında gəlir. Qarşılaşmada 4 qol var. Oyunun adına yaraşan bir qarşılaşma izləyir. İrəliyə doğru ötürmə. Mironov. Süleyman Kərəmtəli ona qarşı mübarizə aparır. Və topundan almağı bacar. İrəliyə oynayır. Ruhid. Ötürmə, səliqəli bir ötürmə. Qapıya zərbə, qapçı. Tuncay şükürdür. Ömərin fərqlənməsinə imkanı vermir. Bu dəfə də qüvvətli zərbənin qarşısını kəsir. Sabah başlayır. İrəliyə doğru ötürmə. Muhammed. Bəli, topu meydanda saxlaya bilir. Bir rəqibini keçdi. Muhammed yerli ötürmə, amma ötürməsi yaxşı alımı Sabah hücumunu sağ cinahdan davam etdirə bilərdi. Ruhid. Mironor çevrilməyə çalışır. Hələ ki top Minonorda da solla oynayır.
Ömer. Mironur qapıya zərbə, qapçı topu. Daha bir zərbə. Muhammed bugün 3-cü qolunu vurur. Fantastika. Çox gözəl. Çok güzel oyunlarından birini keçirir bugün. Muhammed Haqverdiyev artık xettirikə imza atıb. Görək xanın buna cavabı necə olacaq? Bu dəfə onlardan gol gözləyirik. Bir daha xatırladım ki, Gol TV üçün hansısa komandanın qələbə qazanmasının önəmi yoxdur. Əsas məqsəd uşaqlara düzgün şəkildə futbolun sirlərini öyrətməkdir. Bu arada sabahın heyətində qapıcı dəyişikliyi baş verdi. Gəlin Mironur. Mironur, Ömer ondan ötürmə gözür. Qapıya zərbə, daha bir. Sabah gol vurur. Mironun ötürməsindən sonra Ömer Məmmədxanov topu qapıdan keçirir. Nihat Əlizadə Mehdi Camalzadənin əvəzinə meydandadır. Qapıcı dəyişikliyi baş verib sabahın heyətində. Onu da sizin diqqətinizə çatdıraq. Hörmətli futbol azarkeşləri, bilirsiniz ki, bu mövsümdən etibarən Bakı və Abşeron komandaları birləşərək çox gözəl bir turnirə qatıldılar. Ötən mövsüm yalnız Bakı komandaları paytaxtda oynayırsa, bu mövsümdən etibarən artıq Abşeron komandaları da paytaxt komandaları ilə qarşılaşır. Artıq ikinci dövrədə rəqabətli oyunların daha çox olması üçün qruplarda bir sıra dəyişikliklər olacaq. Mironur qapıya zərbə, qapıcı Tuncay. Çox gözəl qurtarış yadda qalır. Bu dəfə də komandasını Real goldan xilas edir. Outdan. Sabah başlayacaq. Süleyman topu uzaqlaşdırır. Yusif. Həsən. Bəli, top meydanı tərk edib. Xan out atışını yerinə yetirir. Yusif. Yerdə qalır hakim. Bəli, davam işarəsi verdi bu epizodda. Süleyman. İləliyə doğru ötürmə. Sabah qarşılayır. Mehbalı. Ötürmə. Qapıya yox. Topu qapıcının üzərindən aşırmağa çalışırdı İmran Acalov. Düşüncəsi gözəl idi, amma zərbəsi istədiyi kimi alınmır. Cəlmə zərbəsindən Yusuf Abdullayev ilk hissədə onun infasında çox gözəl gol izləmişdik. Bu dəfə görək nə rəyətdə qalacaq. Yusuf Abdullayev onun oyuncu qapıya yerlə zərbə vurmağa qərar verdi. Yusufdan sol ayağı ilə qapıya zərbə inanılmazdı. Bu dəfə də onun zərbəsi qapı dirəyindən qayıdır. İlk hissədə də çox gözəl gol vura bilər. Bu dəfə də dirək olmasaydı gözəl golla yətdə qalacaqdı. Sadəcə Yusufun bu epizodda bəxti bir qədər gətirmədi. Gol TV'nin ulduz oyuncularından hesab olunur. Geriyə doğru ötürmə. Yusuf topu rəqibdən uğurlamağı bacarır, amma istədiyi zərbəni vura bilmir. Topu qapının yanından vurur. Sabah başlayır. İrəliyə. Salam edirsən? Yaxşısın. Yusif topladı. Qapıya zərbə. Rəqibin iki oyuncusu ona qarşı mübarizə aparırdı bu epizodda. Mikaildən ötürmə. Sabah daha bir hücum qurmağa çalışır və daha bir gol vurulur. İmran ötürməsindən sonra Həsən. Həsən Teymurov. Topu bu cür qapıdan keçirir. Gözəl qurulmuş hücumu qolla tamamlayırlar. Hörmətli futbol azarkeşləri, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm. Bəli, görüş başa çatdı, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Xanda bir nömrəli qapıcı Tuncay Şükürlü, oyunun ulduzu isə Sabahın 7 nömrəli futbolçusu Muhammed Haqverdiyevdir. Və beləliklə Muhammed Haqverdi Gol TV'nin təşkil etdiyi FIFA 2026
turnirinə vəsqə qazanır. Həmin turnir isə yanvar ayında keçiriləcək. Bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun, gələn görüşlərə dək.